Avropada onlar Avropada yaşayır. Bunların başka çıkış yolu yoktur. Bunu başa düşmək lazımdır. Bu adamlar orada yaşayır ve onlar öz devletinin siyasetine uygun olarak hareket edirlər. Biz bunu qabaqcada bilirdik, yadıma gəlir mi? Biz vaxtı danışmışıq. O da yani orada müstəqil də ola bilməz. Fikirdir, yazır. Ama onlar özleri gördüler ki səhv etmədilər. Onlar özleri gördüler ki bunlar səhvdir. Neye göre? Ben icazə vereyim bu hafta biraz geniş. Buyurun. Siz bu günləri elmi, texniki tərəqqi İranda İslam inqilabı ilə bağlıdır. Adı ilə bağlıdır. Bəli. Elitə ki var, yəni elmi, texniki alimlər, həkimlər, kosmik alimləri, texniki alimlər, bunlar hamısı İran İslam inqilabının adı ilə bağlıdır.